Bugün artıq ikinci podkastın çəkilişidir və mövzumuz analıqdır. Keçən dəfə podkastın sonunda elə təbii şəkildə qərar verdik ki, birgə analıq mövzusu olsun. Güclü qadından analığa keçid edirik və bu gün analıq haqqında danışacağıq. Keçən podkastda biz güclü qadın ətrafında müzakirələr apardıq ki, doğru bilinən yanlışlar var, müasir dövrün tələbləri var, güclü qadın əksərən müxtəlif proqramlarda belə hətta görürəm ki, həmin günün səhərsi idi, mən başqa bir webinar olmuşdu və webinarın adı güclü qadınlar haqqında, güclü qadınların uğur hekayəsi haqqındaydı və onda da yenə də düşünmüşdüm ki, güclü qadın. Yəni keçən podkastda biz bunu müzakirə elədik ki, güclü nə deməkdir? Əslində bu doğrudurmu bunu demək? Bizim hekayələrimiz nədir bunun ətrafında? Bu dəfə isə analıq və analıq ətrafında da müasir zamanın ən çox belə toksik trendlərindən biri ideal ana, mükəmməl ana obrazlarıdır. İndi də bu gün də bunu xırdalayaq ki, ümumiyyətlə əslində analıq nədir? Biz analığı öyrənirikmi? Analıq məktəbləri mən eşitmişəm, analıq məktəbləri və s. Ümumiyyətlə bir qadın analığa necə keçid eləməlidir? Analıq nədir onun üçün? Və yaxud bizim öz təcrübələrimizdən necə bunu ifadə eləyə bilərik? Hekayəmizi necə danışıb bölüşə bilərik? Buyurun. Çox gözəl bir mövzudur. Belə içdən sanki bu mövzunu hiss edir insan. Hər birimiz biz anayıq. Hər birimizin iki gözəl övladımız var. Çox yaxşı dedin Səbinə ki, görəsən bunu öyrənirikmi, təbiətdənmi öyrənirik, yoxsa məktəblərdənmi? Mən 12 ildir anayam. Yəni ilk övladım 12 il öncə olub və bəlkə də müəyyən dönəmlər olubdu ki, analığı öyrənməyə çalışmışam. Mediadan, nə bilim kitablardan, oradan-buradan mən nə cür ideal ana olum. Amma bugünkü günlərdən bu sualı soruşsaz deyərəm ki, analıq həqiqətən təbiətdəndir. Təbiətdən gəlir analıq. Yəni hər birimizin təbiətində analıq var. Və analıq bizə ən birinci onu öyrənirik öz anamızdan. Anamızın bizə göstərdiyi analıq sanki bizim üçün ilk analıq nümunəsidir. Həqiqətən də Günər xanım düz vurğuladı ki, yəni biz anamızdan ilk öyrənirik analığı. Mən də artıq 11 ildir anayam. Bəzən həmişə öz-özümə fikirləşirəm ki, illər öncə qızım dünyaya gələndə fikirləşirdim ki, mükəmməl ana olum. Hər şey elə bilirdim mükəmməl olanda, qızım üçün hər şey, hər zaman vaxt ayıranda elə bilirdim ki, daha mükəmməl ana olacağam. Amma son artıq ikinci övladımı dünyaya gələndə başa düşdüm ki, mükəmməl ana deyilən bir şey yoxdur. Həm mükəmməl olmayan ana da anadır. Və mən də öz anamdan öyrəndim analığı. Zaten biz öz anamızın qızıyıq. Mən öz anama oxşayıram və onun qızıyam. Qızım da böyüyəndə mənə oxşayacaq. Ən gözəl mövzudur. Bugünkü bizim mövzumuz analıq və biz də bu günlərim hər birimiz anayıq və bu mövzu haqqında yaşadıqlarımızı bildirəcəyik. Ən doğru necə ana olmuşuq. Səhvlərimizi məncə etiraf eləmək çox gözəl olar bu günlərim. Harda analıqda səhvlərimiz olub. Məni narahat edən nədir bu mövzuda? Yenicə bu seanslarda bir qadın ana olmaq qorxusu və hətta yəni neçə dəfə hamiləliyi yarımçıq qalıbdı və müəyyən öz üzərində işləyəndə bunu aşkarlanmışdı ki, əslində onun çox böyük analıq qorxusu var. Yəni hətta bəzən biz ana olmamışdan qabaq belə analığı xatırlayıram mən də nə zaman ki ilk övladıma hamilə olduqda hər şey mükəmməl olmalıdır, hər şey yaxşı olmalıdır, əmziyin belə ən yaxşısı olmalıdır, nə bilim üstünə örtəcəyin ideal belə rənglər ən təbiisi olmalıdır və həqiqətən sonradan buna baxanda ümumiyyətlə bu çox adam razılaşar ki, birinci uşaq sindromu da var ki, birinci uşaqda biz daha çox analığı sanki daha bir ensiklopediya, daha belə nəzəri yanaşmağa çalışırıq, amma ikinci, üçüncülərdə daha təbii formaya keçmək daha asan olur da. Və məsələn, baxanda ki, əslində qadınların hamiləlikdən öncə, hamiləliyi planlaşdıranda, hamiləlik zamanı və yeni uşaq doğulanda, yəni sanki o balans qaçır, balansı itirirlər və çox zamanda o balansı itirmək gətirib çıxardır o toksik münasibətə, toksik analığa. Toksik dediyim də yəni nə mənada? Məsələn, ancaq bir rolla özlərini məhdudlaşdırırlar ki, mən artıq anayam və qorxu da elə buradan gəlir ki, məsələn, qadın özü etiraf eləyir ki, mən düşünürəm ki, mən ana olsam, yoldaşım məni daha sevməyəcək əvvəlki kimi, mən ona əvvəlki kimi ola bilməyəcəm, görünüşüm dəyişəcək, bədən formam dəyişəcək, diqqətim azalacaq. Yəni bunlar hamısı qorxular üzərindədir də. Əlbəttə ki, bunu ideal ana yoxdur.
Yəni nə mənada elə bir ölçülə bilən bir şey yoxdur ki, sən belə eləməzsən, ideal ana olacaqsan. Yəni mən özüm də bunu çox araşdırdım ki, ümumiyyətlə də yəni analıq varmı yaxşı ana, pis ana? Hətta məsələn qanunda belə şey var ki, analıqdan məhrum eləmə punktları var da. Mənə o belə maraqlı gəldi ki, yəni hansı halda ananı valideynlikdən məhrum eləyirlər. Baxırsan ki, orada ümumiyyətlə ancaq sevgidən gedir söhbət. Yəni ananın uşağa verdiyi sevgi, ona yaratdığı təhlükəsiz mühit. Əslində analıq budur. Uşaqların baza ehtiyaclarını ödəmək. Amma qalan şeylər zaten təbii şəkildə olur və bunları öyrənmək mümkün deyil, olsa da süni olur. Məsələn, sən orada vurğuladın, ana olanda o qorxur ki, onun qadınlığı mı, yəni belə itirəcəkmi özünü? Bura yığılmışıq ki, öz hekayələrimizi danışma. Mən belə bir şey aydınlandım ki, sən danışan zaman mən təzə həyat quranda ilk öncə deyirdim ki, uşağım olmasın. Çünki qadın olmaq istirdim. O anlayışda indiki yaşdan 13-14 il bundan öncə fərqli idi. Dedim ki, birinci ana olmayım. Mən birinci özüm olum, qadın olum, yoldaşımla münasibətim möhtəşəm olsun, hər şeyi yaşayım. Amma heç uşaq istəmirdim. Daha onu öz yoldaşıma belə aşılamışdım ki, mən hələ ana olmaq istəmirəm. Bizim hələ uşağımız olmasın, mən ana olmağa hazır deyiləm. O da anlamışdı məni. Yəni o da elə düşünürdü. Amma artıq 6-8 ay keçəndən sonra özüm belə, bilmirəm özümmü, bədənimmi artıq ana olmağa hazır hiss etmişdim özümü ki, mən artıq ana olmaq istəyirəm. Yəni bu günlərimdə həqiqətən şükür edirəm ki, yəni nə gözəl biz anayıq, yəni və öyrənirik. Mənim üçün məsələn bəzən olur, keyfim olmur, nasrenim olmur. Evə gəlirsən, iki uşağın problemləri olar. Bəzən bilirsiz tək qalmaq istəyirəm. Məsələn əvvəl elə deyirdim, özümü məcbur edirdim. Amma yox, indi ana da yorulubdur, ana da özünü dinləməlidir, dinləndirməliyəm özümü də. Amma onları qucaqlayırsan, övladımın iyini hiss edirsən, o analığı onda hiss edirəm. Başqa belə ümumiyyətlə ideal ana yoxdur deyirik, amma hər bir ana öz övladı üçün ideal anadır. Yəni onu heç kim ölçə bilməz, heç onu qanun da ölçə bilməz. Bu ana nə qədər bu övladına sevgi verir, vermir. Mən onu düşünürəm ki, bu o qədər ilahi bir sacred deyirlər, bir hissdir ki, onu heç kimə öyrədə, heç kim də ölçə bilməz və hər bir ana öz övladı üçün idealdır olduğu kimi. Və o ananın ailə qurandan sonra öz qadınlığını itirmə qorxusu filan elə odur ki, çox yanlış qərarlara gətirir, çıxarır bəzən. Mən onu nə də görürəm, çox hekayələr eşitmişəm. Yəni yüzlərlə qadınların hekayələrini dinləyən bir ana kimi və qadın kimi onu deyərdim ki, bizi analığa biz hazırlayırlar, həm media, həm kitablar, həm də ki ətraf mühit nəyə? Uşağın kolyaskası var, uşağın əmziyi var, paltarları var. Bu cür hazırlaşırıq analığa, deyilmi? Xəstəxananı seçdik, həkimi seçdik. Yəni kənar bütün faktorları maksimum istəyirik ki, qəşəng olsun. Ancaq kim bizə deyir ki, içərimizdə və yaxud onu hardan qadın öyrənir ki, əslində ananın, bir qadının analığa keçidi, o artıq onun həyatında yeni bir dönəm başlayır. Ondan sonra onu bəzən neqativ yükləyirlər ki, bax, uşaq qoy gec olsun, maksimum həyatınızı yaxşı yaşayın, uşağı uzatmağa çalışın. Yəni sanki o bir qorxuda var ki, hə, uşaq oldu, hər şey bitdi. Halbuki təbiətə baxanda, biz hər şeyi mən təbiətə bağlayıram. Təbiətə baxanda seksuallıq da, qadınlıq da, analıq da bir part, bizim bir tamlığımızdır, bütövlüyümüzdür. Yəni qadının ana kimi seksuallığını itirəcəyi deyə bir şey təbiətdə yoxdur. Yox, o yenə də seksuallıq qadınlıqdır. Yəni mən qadınam ki, ana olmuşam da, başqa cinsimi dəyişmirəm ki, ana olanda. Yenə də qadınlığım davam edir və elə seksuallıq da öz növbəti bir yetişkinlik mərhələsinə gəlir, çatır. Elə onu da qadınların keçidində bunu dəstəkləyəcək çox az məlumat və çox az əlçatan məlumat var. Çünki müasir qadın, keçən dəfə danışdıq ki, çox qopuq qadındır, anasından da qopuq qadındır, deyilmi? Tək istəyir bunu bacarsın və yönlənir kitablara. Mənim də bir kitabım var idi o vaxt ilk hamiləlikdə, kitablara ki, yox, oradan öyrənim. Ancaq anadan da qopan qadın, o əvvəllər necə deyirdilər, nənələr, analar doğuşda da, deyirlər 40 gün misal üçün ananı qorumaq lazımdır. Ananı yedirdirdilər, içirdirdilər, bəsləyirdilər və buna o qədər təbii yanaşırdılar. Olurdu ki, tarlada işləyən bir qadın, misal üçün,
Gəlirdi, doğurdu, sonra övladını yenə də nə bilim götürürdü. Yəni bu heç də qeyri-adi bir xəstəlik və yaxud yeni o bəzən deyirlər xəstə gəlibdi. Qeyri-adi bir şey deyil, çox təbii bir prosesdir və yenə də bütün o tamlığın, bütövlüyün bir parçasıdır. Analığı yaşayasan, ana olduğunu hiss edəsən. Bəzən ana olmayan qadınlarımız da var, amma bu demək deyil ki, yəni məncə onların hər birinin daxilində analıq instinkti mi var? Yəni onlar analıq gücü mü var? Gücü deməyim, yəni övladı olmayan analar belə anadılar. Əlbəttə. Çünki biz qadınlar dünyaya gələndə qadın kimi gəlirik və analıq da bunun bir parçasıdır. Kimsə o yumurtaları doğurur, qucağına alır, kimsə içərisində saxlayır. Kimsə o enerjini işinə yatırır. Biz anayıq, işimizlə də anayıq. Əslində biz doğuşdan öncə də anaydıq, deyilmi? Belə baxanda işimizə can yandırırdıq. Yəni həqiqətən o heç də öyrəniləcək bir şey deyil. Təbiətdən o içimizə kodlaşdırılmış çox belə müqəddəs bir qadınlığın davamı, bir parçası, bir təcrübədir. Yəni yeni bir şey deyil əslində. Bəs niyə Gülnar xanım biz qadınlar ana olandan sonra çox gözəl vurğuladınız ki, biz utanırıq bəzi yoldaşımızla münasibətimizdə çox soyuqlar yaranır. Yəni bu normal bir şeydir də. Ana olduğumuza görə utanırıq, bədənimizdən utanırıq, özümüzü yoldaşımızın yanında ifadə edə bilməməkdən utanırıq. Bunlar hamısı normaldırmı? Yəni 40 gün deyirsiniz də, məsələn, qadın dünyaya övlad gətirir, 40 gün onun ən həssas dönəmidir. Bəli, həssas dönəm. Çünki niyə? Canından bir can dünyaya gətirir, onu qucağına alır, ona baxır. Amma bu tərəfdən də onun öz qadınlığını sorğulamağa başlayır. Yəni mən bunu özüm yaşamışam deyə bunu bildirirəm sizə. Yəni bu normaldırmı? Yəni qadının bu hissləri, bu duyğuları, bunlar hamısı normaldırmı ki, yəni özündən utanır, öz bədənindən utanır, yoldaşının arasına məsafələr qoyur. Yəni belə, yəni uzlaşmalar uzanır. Yəni qadın özündən utanır. Mən artıq anayam, özümə hörmət edim, münasibətdə, yoldaşına olan münasibətdə sərhəd qoymağa başlayır. Siz bunun həm təbii tərəfləri var, həm də bizə yeridilmiş bir inanclar var. Yəni baxın da qızlar, biz anayıq, qadınıq, amma bir vaxt qız olmuşuq da, balaca uşaqlar olmuşuq 3, 4, 5 müxtəlif yaşlarımızda və həm ətrafda mediadır, orada-burada filmlərdə filan nə görmüşük? Seksuallıq həmişə müəyyən bir bədən fiquru olmalıdır və hətta onu vaginal sağlamlığa belə tətbiq edirlər ki, yəni ölçüsü necə olmalıdır, darlığı, genişliyi, müxtəlif, ümumiyyətlə seksuallığı bir ölçüb biçiləcək bir şəklə gətiriblər. Yəni hətta giririk dükana paltar seçməyə, paltarı geyinən maneken ordaca bizim beynimizə, uşaqlarımızın beyninə bir mesaj salır ki, bax bu paltar bu cür qəşəng görünməsi üçün sən bu cür bədənə malik olmalısan. Ancaq analıq reallığa gələndə bu heç də belə deyil təbiətdən. Çünki ana çox böyük şəkil dəyişikliyə uğrayır. Çanaq genişlənir, bədəndə çox böyük dəyişikliklər baş verir. Və o inanc ki, mən doğuşdan öncəki seksuallığımı itirəcəm inancı təbii ki, gətirir qadını depressiyaya çıxarır. Və illüziyalar onda yaranır ki, yoldaşım artıq məni başqa cür yəni o sevdiyi kimi sevməyəcək, fərqli sevəcəkdir və yaxud da ki, tam fərqli baxacaq mənə. Kişilərin də burada rolu var təbii ki. Mən özümdə bunu çox yaşamışam ki, mən nə zaman ki özümü ətrafdakı merkalarda, o limitlər və yaxud dəyərləndirmələr, qəliblərə sığdırırdım, onda özümü bu qədər seksual hiss eləmirdim. Amma nə zaman ki başladım, elə o qarnımın o 2 doğan qadının qarnı var məndə. 5 il yarım süd verən ananın döşləri var məndə. Təbii ki, onun sallaqlığı var, onun yumşaqlığı var, onun bir fərqlidir. Və onun mənə, indi onlara toxunanda özümü başqa bir seksual hiss edirəm. Və bunun da kökündə dayandı, həqiqətən çox özünə qayıtma, özünün fərqində olmaq ki, orada-burada kimsə səni dəyərləndirsin deyil əsas. Onlar hamısı bir gün kəsilib atılır da, yəni onlar dəyişir, sən onlara adaptə olmalısan deyə bir şey yoxdur. O insan özü ilə barışıq olanda, həqiqətən, elə yoldaşlarınızdan soruşun. Onlar da təsdiqləyər ki, ən seksual qadın yumşaq qadındır. O yumşaq qarındır, seksual qarın, yumşaq qarındır. Mənim nə yadıma düşdü? Bir qadın da bir müddət idi, artıq ailə qurmuşdu, bir 2 il. Təbii ki, təzyiqlər var idi ki, uşaq. Yəni bu da bizim şey var mı? Bizim yəni ki, cəmiyyətin ən, yəni olmazsa olmazı bir adətimizdir və heç cür nə qədər insan öz sərhədlərini qorumağa çalışsa da buna tuş gəlir.